Bax, qarğış tökürlər, cadu eləyirlər. O nə deməkdir? O insana iki varlıq, bir varlığı avtomatik olaraq qoşurlar. Onda düzdür qarğış. Конечно. Əlbəttə ki, Və deyirlər qarğış eləyən məsəl özünə eləyir, başqasına eləmir. o da var, amma bir insana qarğış eləyir. Məsəl üçün 7 nəsil bundan öncə kimsə kiməsə nəsil qarğış eləyib, bu onun haqqına girib, qarğış zamanı insan tərəfindən kainata göndərilən o enerjidir. Mən bu saat deyə bilərəm ki, Aytan, səni görüm çox da yaxşı olmayasan. Mən burada heç bir hiss daşımıramsa, heç bir emosiya, heç bir enerjim yoxdursa, bu elə söz olaraq qalxır, sonra yox olur, gedir. Amma mən buna bütün enerjimi sərf eləyirəmsə, bunu mən sizə ürəkdən deyirəmsə, sizə əməlli başlı lənət oxuyuramsa, bu inanın, bu dünyada ən güclü maqın belə elədiyi cadudan daha güclüdür. Yəni bu çəkərək, çəkərək, sənə ürəkdən belə siz necə bütün qəlbinlə sən o qarğış eləyirsənsə, o qarğış 7 nəsil, 11 nəsilə qədər davam edə bilər, ta ki sən onu bitirməyənə qədər. Kimsə o nəsildən çıxıb onu bitirməyənə qədər. Necə bitirirlər? Deməli bu necə olur? Qarğış necə işləyir? Qarğış qalxdı energetik olaraq. Bu ona lənətdədir, düzdürmü? Qalxdı kainata bir energetik olaraq, söz olaraq getdi. O nəslə bir aşağı titreşimdə olan varlıqlar başlayır qoşulurlar da, bildiniz necə? Bağlanırlar. Bağlandı. Bu ata oğula ötürür. Oğul öz oğluna, özü oğluna 7 nəsil gedir. Ana nəsil gedir. Məsəl üçün, ana öz qızına, bildiniz necə? Qızı öz qızına. Və sən onu davam elətdirsən. Nəsil o egregor, ona biz egregor deyirik də. Yəni burada 3 hərflərdir, cinlər sözlərini istifadə eləmək istəmirəm. Burada egregordur. Yəni sən artıq bu nəsli aktivləşdirmirsən bu funksiya. Burada məsəl üçün bu nəsildə uşaq olmur. 7 il məsəl üçün uşaq olmur. Bu nədir? Anamın da gec uşağı oldu, nənəmin də gec uşağı oldu və yaxud da yoldaşları tez bir zamanda rəhmətə gedirlər. Uşaqları olur, rəhmətə gedirlər. Bunlar hamısı nədir? Əgər bunlar varsa bir insanda, bu nəsildən gələn bir şeydir. Bu bugünün bir məsələsi deyil. Bu nəsildən gələn bu lənətdir ki, yəni bir bulut kimi sallanıb bu nəslin üstündə. Soruşsanız ki, bunu necə deaktiv eləmək lazımdır? Bu bulut, bu qarğış buludu insanı salır aşağı titreşimə. Sən elə bil orada belə deyim də 3 hərflərlə, cinlərlə qəşəng yaşayırsan da özün üçün. Belə pis gündə, yəni negativ içində, paxıllıq içində, kasıbçılıq içində nə qalxa bilirsən, nə pulun bərəkəti var. Zülm, zillət içində. Nə xoşbəxtlik yaşaya bilirsən. Pul gəlir, evi alıb sata bilmirsən, məsəl üçün də. Maşın dəyişə bilmirsən. Maşın dəyişirsən, pis günə qalır. Elə bil hər bir şey səni lənətləyibdir. Deyirsən bu nə lənətlənmiş bir həyatdır mən yaşayıram. Bu nədən irəli gəlir? Deməli insan o buludun altındadır. Sənə nə mələklər gəlib kömək eləyə bilir, nə başqa bir varlıqlar kömək eləyə bilir. Tanrı bizə həmişə kömək eləməyə hazırdır. Bunu unutmuruq. Amma insan bunun olduğunu unudur. Tanrı bizi hər bir vəziyyətdə sevir və hər zaman da əli bizə doğru açıqdır. Ki, gəl mən səni oradan çıxardım. Biz o əli ora uzatmırıq. Mən o qədər öyrəşirəm ki, bu vəziyyətdə mən oturub elə orada deyirəm ki, görür də, belə bir deyim var. Mən də əvvəl elə idim. Çünki aşağı frekansda yaşayırdım. İnsanların çoxunda var. Deyirsən ki, Allahdan istə, Allaha dua elə. O sənə hər şeyə kömək eləyəcək. Deyir, görür də. Görmür belə. Deməyim artıqdır ki. Hə, deməyim artıqdır. Demək lazımdır. Onu da düzgün demək lazımdır. Və sən artıq günün birində, məsəl üçün 7 nəsil gəldi, bu qarğış aktivləşdi. Günün birində sən anadan oldun və deyirsən ki, mən bunu qəbul eləmirəm. Mən anam kimi olmayacağam. Mən nənəm kimi olmayacağam. Və sən nə edirsən? Sən atış göndərirsən bu kainata. Ki mən dəyişməyə hazıram. Mənə kömək eləyin. Və nə olur? Biraz çətinlik də olsa, amma bütün qüvvələr, mələklər qarışıq, başlayır sənə kömək eləməyə. Başlayır sənə yaxınlaşmağa. Yaxınlaşdıqca sənin auran başlayır təmizlənməyə. Bir abaloçka var da, bizi qoruyan bir vasitə var, aura. Başlayır o elə bir keçiciliyi artırmağa, qaranlıqdan işığa doğru getməyə. Və işığa doğru getdikcə də o lənətlər artıq qalır keçmişdə. Bitir, onların funksiyası bitir. Yəni bunlar üçün xüsusi gedib nəsə eləmək, şam yandırmaq, aya üfürəmək, nə bilim, aya nəsə yazmaq, nə bilim, nələrsə eləyirlər. Yəni bunlar hamısı boş şeylərdir. Burada bunu bitirmək istədiyin qərarını verirsən, daha sonra qalxırsan, energetik indi soruşacaqlar necə qalxırsan, öz üzərində işləyərək. Travmalı insan
daima neqativlə yaşayan insan, daima paxıllıq içində yaşayan insan, daima hər gün problemi olan insan, Kesinlikle, hə. bəli, energetik olaraq yüksək frekansda sayıla bilməz. Siz birinci bunlardan qurtulmalısınız ki, daha sonra sən elə bil aydınlanırsan, ne deyirsən, "A, nə gözəl həyat var imiş." Yəni anı yaşamaq lazımdır.